Sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində xərçəngdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların həyatda qalması və əzablarının azaldılması üzrə Qlobal Hərəkat adlı xüsusi sessiya təşkil olunub. Tədbirin təşkilatçılarından olan Özbəkistan Respublikasının birinci xanımı Ziroat Xonmirziyoyeva və Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus xüsusi sessiyada gündəliyə çıxarılan mövzunun bugün bütün dünyadakı aktuallığından danışıblar. Türkiyənin birinci xanımı Əminə Ərdoğan və digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini bölüşdülər. Qeyd edildi ki, sessiyanın təşkilindən əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu xatırlatmaqdır. Problemin aktuallığı ildən ilə artır. Statistikaya əsasən hər il dünyada təxminən 200 min uşaq xərçəng xəstəliyinə tutulur və onların yarısı dünyasını dəyişir. Tədbir panel iclaslarla davam edib.